Salam dostlar, bugün şalvarın yan cibini necə tikəcəyimiz haqqında məlumat verəcəm. Əvvəlcə vıtaçkamızı tikirik. Vıtaçkanı çəkdiyimiz düz xətlə tikirik. Vıtaçkanı ön hissəyə doğru ütüləyirik. Cibin giriş hissəsindən ütü ilə kanklevoyu vururuq. Klevoyu vurmaqda məqsədimiz düz üzündən yaxşı görünsün. Eyni qayda ilə cibə hazırladığımız detalın giriş hissəsinə klevoy vururuq. Klevoylar tərs üzündən vurulur. Ütümüzü tamamladıq. İndi isə detalımızı tikək. Bu detal cibin iç hissəsində qalacaq detaldır. Bunun üçün şalvarın düz üzü ilə detalın düz üzünü üst-üstə yerləşdiririk. Və iynə ilə sabitləyirik. 1 santimetrdən tikirik. Detalımızın üzərindən sabitləyici tikiş vururuq. 0,1, 0,2 mm. Bu tikiş hissəsi dabanın bu hissəsi ilə düz geçsin. İndi isə ütüləyək. Detalı şalvarın üzərinə qatlayırıq və tikişi ütüləyirik. Hazırladığımız ikinci detalla cibimizi tamamlayırıq. Bunun üçün bu detalın sonluqlarını üst-üstə yerləşdiririk və iynə ilə sabitləyirik. Bu hissəni overlockla tikirik.